İlk qonaq qəbul edən də kimdir? İbrahim əleyhissalamdır. Hansı ki Allah Teala Quran-ı Kərimdə Əz-Zariyat surəsinin 24-cü ayəsində buyurur ki: "Həl ətəkə hadithu zayfi İbrahimil mukramin." Sənə İbrahimin qonaqları barəsində xəbər çatıbmı? Və Abu Davudun rivayet etdiyi hədisdə Abu Kərimə Əl-Miqdəm bin Ma'di Kərb radiyallahu anh deyir ki, Allah Resulü sallallahu aleyhi ve sellem belə dedi: "Leyletud dayfi haqqun ala kulli muslimin. Fəmən əsbəha bifinaihi fehuve aleyhi deynun in şa'a iqtida'a ve in şa'a terakeh." Və Allah Resulü sallallahu aleyhi ve sellem buyurur ki, bir gecəlik qonaq qəbul etmək hər bir müsəlmanın üzərinə haqqdır. Fikir verin, burada Peyğəmbər sallallahu aleyhi ve sellem haqdan danışır. İndi bu burada izah edəcək ki, burada əsas məqsəd və murad nədir qardaşlar? Və kim bir kimsənin həyətində sabahlayarsa, o ev sahibi üzərində bir borcudur. İstəsə onu tələb edər, istəsə onu tərk edər, yəni bağışlayar. Yəni bu o deməkdir ki, sənin əgər evinə qonaq gəlibsə, artıq sənin üzərində haqqıdır ki, sən onu bir gecə saxlayasan. Sən onu bir gecə saxlayasan. Və o qonaq gələn insan da nədir? Yəni bu onun üzərinə borcdur. Yəni sənin üzərinə olan borcudur. İstəsə onu səndən tələb eləyər, yəni sənin onu saxlamağını, və yaxud da ki, onu tərk eləyər, bağışlayar, çıxıb gedər. Və elm əhli bu barədə ixtilaf ediblər qardaşlar. Elm əhli bu barədə ixtilaf edib. Yəni bunun hökmü barəsində. Peyğəmbər sallallahu aleyhi ve sellemin sözündən nə anlaşılır? Buradakı, yəni bir gecəlik qonaq qəbul etmək hər bir müsəlman üzərinə bir haqqdır dedikdə, burada vacibliyə mi dəlalət edir, yoxsa müstəhəbdirmi, sünnətdirmi? Cümhur alimlərin görüşünə görə qardaşlar sünnətdir. Yəni vacib deyil. Və İmam Əhməddən bir rivayətdə, və həmçinin İbn Qudamə və İbn Qayyum və Leys bin Sa'd, İbn Hazm, Şevkani və müasirlərdən İbn Hüseyn rahimehullah deyir ki, vacibdir. Yəni kimsənin evinə gəlibsə, bir gecə onu evində saxlamağın vacibdir. Peyğəmbər sallallahu aleyhi ve sellem bu hədisinə görə. Lakin buradakı hökm qardaşlar kimə qayıdır? Yəni mən məsələn bugün eyni şəhərdə yaşayıram, gəlsəm sənin evinə desəm ki, mənim bir gün qonaq saxla, haqqdır sənin üzərində vacib, xeyr. Bunun da özünün təfsilatı var. Hansı ki elm əhli buyurur ki, burada söhbət muqim olandan yox, misafir olandan söhbət gedir. Muqim olandan yox, misafir olandan. Məsələn səfərdən gələn birisidir, uzaq yoldan gəlib və onun üzərində artıq sənin üzərində haqqıdır ki, bir gecə onu yəni qonaqlayır. Bu şübhəsiz ki, bu yəni hara qayıdır? İnsanın hansı ki vəziyyəti buna imkan verirsə, o imkan daxilində təbii ki. Və muqim olana vacib deyil, hansı ki Allah Teala Nur surəsinin 28-ci ayəsində bunu izah eləyir. Nur surəsi 28-də. Allah Teala buyurur ki: "Və in qīlə lekum irci'u farci'u. Huwa azka lekum vallahu bima ta'malun alim." Fikir verin, Allah Teala burada evlərə daxil olmaq barəsində danışır. Yəni evlərə daxil olarkən səs çıxardın və yaxud da qapıları döyün. Bu ədəbdir. Yəni istiədən deyirlər şəriətdə buna. Yəni icazə almaq ədəbi. Və burada Allah Teala zikr edir ki, bizə xatırladır ki, əgər siz getdiniz qapıya, səs çıxartdınız və yaxud da qapını döydünüz 3 dəfə, əgər oradan qayıtmağınız əmr olunsa, mən ev sahibiyəm, kimsə gəlib qapını döyür. Əgər mən desəm ki, qayıt, indi məşğulam və yaxud da aça bilmirəm, Allah Teala əmr edir ki: "Və in qilə lekum irci'u farci'u." Əgər sizə qayıdın deyildiyi zaman, qayıdın. Huwa azka lekum. Və sizin üçün bu daha xeyirlidir. Vallahu bima ta'malun alim. Allah Teala sizin nə etdiklərinizi bilir, xəbərdardır. Və fikir verin. Və bu da o deməkdir ki, yəni insanın evinə gələn insan çox hallarda hansı olur? Qonşusu olur və yaxud da bir şəhərdə yaşayan, musafir olanlar burada nəzərdə tutulmur. Əgər gəldisə, sən onu qaytarmaq hüququn var. Və alimlər buradan istinbat ediblər ki, nəyi? Bu ancaq muqim olana aiddir. Sən deyə bilərsən ki, ircəu, yəni qayıt. Yəni bu ədəbdəndir. Və buradan həmçinin istinbat edirlər ki, yəni müsafir olana yox. Müsafir olan əksinə Peyğəmbər sallallahu aleyhi ve sellem o hədisi dəlalət edir ki, əgər biri sənin evinə gəldisə, müsafir olduğu halda sənin üzərində haqqıdır ki, sən onu bir gecə qonaqlamalısan, yəni qonaq qəbul etməlisən.